Hicablı xanımlara münasibətiniz necədir? Belə baxanda normaldır münasibətim. Sadəcə onları cəmiyyət içərisində belə klublara da gedən də var hicabların. O cəhətdən onlara pisdir. Amma belə normal cəmiyyət içərisində yaxşı. Normal. Sizcə bütün qadınlar hicab bağlamalıdır? Bütün qadınlar demək, amma özünü dərk edən qadın, yəni onu özünə layiq bilən, hicaba layiq olmalısan da, yəni o adi bir şey deyil mənim üçün. Mənim fikrimcə ona gərək layiq olasan. Hər qadın da onu bağlamamalıdır, hər yoldan keçən də onu bağlamamalıdır, üzr istəyirəm ifadəmə görə. Yəni nə isə hər hansı uşağa da bağlatdırırlar böyüyə də, amma yəni məncə onu özünü dərk eləyən, öz fikirləri olan insan bağlasa daha yaxşı olur. Çox yaxşı, amma yəni bəziləri fikirləşirlər ki, yalnız hicablı qadınlar yəni hicabını nəyisə örtmək üçün bağlayırlar. Yəni hansısa əvvəl elədiyi səhvlərin örtbasını eləmək üçün, amma hamının sırf bu fikirdə olmasına razı deyiləm. Yəni bu qədər. Sizcə bütün qadınlar hicab bağlamalıdır? Yəni kimin əslində bu müsəlmanların hamısının bir yəni borcudur. Lakin istəyən bağlaya bilər, istəyən bağlamaya da bilər. Münasibətim yaxşıdır, çünki onların bu şəxsi fikridir. Hər an öz fikrinə hörmət eləmək lazımdır. Onun inanclarına görə, inandığı dinə görə o başını bağlamaq istəyirsə, məncə heç kim ona qarışa bilməz.